Növbəti addımımız siyahı tərtib eləməkdir. Siyahı bizə nə üçün lazımdır? Siyahı, bizim işimiz ümumiyyətlə insanlarla işləyirik biz və bizim əsas instrumentimiz isə bu siyahı olacaq. Deməli, bu siyahıya sən hamını daxil edirsən, bütün öz tanışlarını, hamısını seçmədən demirsən və elə bir fikirləşə bilərsən ki, ayda bu adam varlıdır, ona lazım deyil və yaxud bu kasıbdır, ona lazım deyil. Yox, belə bir şey qəti eləmirsən. Öz təcrübəmdən deyim sənə ki, elə bir adam var ki, deyir ki, bəli, mən səninlə olacam, sən elə fikirləşirsən ki, o gələn kimi hər şey burada partladacaq və həmin adam sənə dəstək olmur və gəlmir. Elə bir adam var ki, sən ondan çəkinirsən, uzaqlaşırsan, istəmirsən onu çağırmaq. Amma dəvət eləsən, o adam sənə dəstək olacaq və ola bilsin ki, bu şirkətdə işləmək istəyəcək və böyük nailiyyətlərə nail olacaq. Ona görə heç kimi seçmədən xüsusi bir siyahı tutursan, böyük dəftər götürürsən və onu indi göstərəcəm sizə necə doldurursan. Deməli, götürürsən, birinci yazırsan, misal üçün Əliyeva Səbinə. Sonra belə bölürsən, burada onun telefonunu yazırsan, telefon. Sonra yazırsan, kimdir bu? Kim? Nəyə görə kim yazmaq lazımdır? Çünki indi hələ ki sənin tanışlarındır, sonra isə tanış olmayan insanlar olacaq və sən mütləq bilməlisən bu kimdir, nə məşğul olur və s. Və növbəti xananı, yekə bir xana saxlayırsan boş. Orada o çox vacib bir yerdir, onu saxla. Deməli, bir də burada ikincini sırası yazma. İkincini biraz aşağıda yaz ki, bu qədər yer qalsın. Sənə bu lazım olacaq. Burada növbəti adamın adını yazırsan. Mən səndən 100 nəfərlik belə bir siyahı gözləyirəm və sonra biləcəksən biz onunla necə işləyəcəyik.